anan tapılarsa, anan tapılarsa, Hoş edem xanım. Ayşat'la her şey bitecek mi? Mikrofon götürün Gülnigar xanım. Valla hoş edem, mən bir dənə məsələ bildirmək istəyirəm ki, baxmayaraq ki, o ana mənə mənim 29 yaşımda əsas vəziyyətlərimdə yanımda olmayıb. Sağ olsun hökumətimiz, mən hökumətin himayəsində böyümüşəm, bu tərbiyəni almışam, şükür Allaha. Aydın da Hüseyin, onları bilirik, onları sənin Amma, deməyinə ehtiyac yoxdur. Sən suallara cavab ver. Buyurun. Sual verdim ki, anan tapılsın dedin. Yəni hər şeyi, o qutunu da qoyduq kənara, gətir bura. Hər şey. Yəni sənə elə gəlmirmi ki, sən vaxt udursan, vaxt üçün bu şeyləri deyirsən. Mən də deyirəm ki, bax bugün də, mən indi yarımçıq oxumuşdum da bunu və həqiqətən də Hüseynin anası ilə bağlı çox, neçə həftədir bu araşdırma gedir. Mən sadəcə olaraq, belə deyək də, bir şeyin sonuna qədər, getməyənə qədər aldığım hər şeyi, hər məlumatı vermək, bu mənim araşdırmalarımda çox ciddi maneələr törədir bizə. Bu neçə həftədir, artıq 3 həftədir ki, bu araşdırma gedir. Mən indi deyirəm ki, Hüseyin, mənə səmimi deyə bilərsən ki, sən bu vaxt tutmaq üçündür, bunu tezləşdirmək, yoxsa? Nəyə tezləşdiriyorsunuz? Yəni, mən deyirəm, yaxşı, tamam, sualı belə qoyuram. Ananı tapdıq. Evet. Yenə Ayşada deyəcəksən, getsin, müalicə alsın. Hoş edem xanım, o ana mövzusu ayrı mövzu, Ayşənin mövzusu ayrı mövzu. Ana tapılsa da, tapılmasa da, bəli, mən yenə də deyəcəm ki, mən Ayşədə ana vaxtlarım, indi mən də o biz orada araşdırma uşaqlar itən düşən, nə düşən, mən də xəstə olmuşam da, mən də şübhələnirəm. Bəlkə mənə də elə diaqnoz qoyublar, anam yolu verirlər, ya dəyişimli düşmüşəm. Amma Ayşədən qalan mövzu, bəli. Sualı açıq aydın bəli, cavab xoş edəm xanım. ver də. Yox, mən demirəm ki, yox, ana gələn ki, Ayşə sağ qalacaq. Bir dəqiqə, Ayşənin müalicəyə ehtiyacı yoxdur, ən böyük müalicəyə ehtiyacı varsa o Mən sənsən. müalicəmi alıram, gözün neçə gündür sakitəm, əsəblərim sakitləşib. Qoy oturmuşam oturduğum yerdə. İndi ana axtarır, bəli, əlbəttə xoş edəm xanım. Mən sizdən çox xahiş eləmişəm. Yenə də eləyirəm, eləyəcəmdir ki, ta Ayşə müalicə olub gəlinə yaxın. Nə Mənə heç bir şey yox. Bax, bu günləri heç bir şey yoxdur. Hər gün problem olur da. Zen vurursan, deyirsən ki, gözünü yiyim. Deyirəm, ay, nə yaxşı səndən çıxmayan. Mən zəng eləmişəm. Yığmamısan bu günləri məni. Aydın. Açdı ağzını, yumdu gözlərini. Və gözləyin Şahin, biraz səbirli olun Mən da. zəng eləməmişəm ki, odur zəng eləyən. O sənin həyat yoldaşındır, Zəng evin eləməsin kişisidir. də. Qoy fikrin bitirsin, sonra sözünü de. Nəyinirəm ki? Belə olmaz, Aydın. olmaz. Mən sənə görə zəng vurmuram ki. Mən uşağa görə zəng vururam. Xeyr, vaxtında uşağından. Sən 24 yaşın var, sən benim 50 yaşım var, deyirsən vaxtında axtarardı məni. Xan, bir dəqiqə imkan verin, mən də danışım. Buyurun, bir vaxt qışqırmadan, mən bunu sakit axtaranda- şəkildə, sakit. Bir vaxt mən bunu axtaranda müdürü mənə demədiyi söz qalmadı da burada. Yəni özünüz biz. Müdür də Ramal bəy də, bəli. Ramal bəy mənə deyirdi ki, bir adam 99. Birinci mən 99 dəfə narahat eləməmişəm. Bunun hər dəfə başı ağrıyırdı. Sağ olsun. Sizin sayənizdə getdi həkimə. Başının da çarəsi tapıldı. Allah canınıza sağlıq versin. Baş yerindədir, fikirlər başqa yerdədir, İmkan düşüncələr versələr başqa olar da. yerdədir. Yaxşı. Şeytan beynini Tamam, doldurublar. Ayşə. İnsan Allahdan uzaqlaşanda şeytana qulluq eləyər. Hüseyn indi şeytanlı hərəkətlərlə ailəsini dağıtmaq istəyir. Hər dəfə bir Sən ananı bəhanə ilə axtarırdın gəlir. axı. Necə? Ay hoş Ananı edem axtarırdın. xanım, yalandan da. Yəni ki, bu Yalançının tıs böyüyü yatızdırılsın. sənsən, yalandan O deyil. şeydi ki, dünə, Bəhanələr o deyil. gözünüz aydın, dünə də Aydın. tortu şappıldı, nə dəydiyi yerə. Tort oldu xəşil. Hə, gələn tort. Tortuna Aynurun salan gətirdiyi sən oldun da, soyducun başından. Mən tortdan söhbət Neysə, aydındır, xahiş edirəm, bu Neysə. qədər Tortu nə gəlin belə fırladırsan, eləyək. gətir bura. Gülnigar xanım, bir dəqiqə, Gülnigar Ay, xanım xoş nəsə gələm deyirdi. xanım. Gedə bilməyəcək. Ümumiyyətlə, mən son qoymaq istəməmişəm. Mən gündə bir istəyirəm, bəhanə Ayşə. ilə. Mənim xanım, Bir Hüseyin saniyə Ayşə. icazənizlə. Ayşad, siz əl-ələ verib, Ananı barışıb axtarırsın, gedib otursun. birləşin.